Salamlar hər kəsə. Bu videoda Cursor AI-in köməyi ilə bir layihə hazırlamışam. Firebase database istifadə edərək dinamik admin panel. Onun artıq hazırlamışam. GitHub reposu hazırdır. Bu videoda isə onu necə quraşdırmalıyıq, Firebase-i necə konfiqurasiya eləməliyik, onu göstərəcəm. Gedib ilk öncə GitHub repomuza daxil olaq. Klon edək layihəmizi. Burada eyni adda yəqin ki, layihə yoxdur. Okey. Sağ klik edirəm. Açdıq layihəmizi. Nodun versiyasını kontrol edək. Nod məndə 22.16.0 versiyadadır. Burada da baxsaq, React 19-cu versiya istifadə olunub. npm instalımızı edək. Bu install olana kimi bir env faylımızı yaradaq. Məlumatları götürdək bura. İndi Firebase admin paneldən bunları əldə edib istifadə edəcəyik. Elə next step onu edək. Mən bir demo hesab yaratmışam. Müvəqqəti, yəni bu videoya görə, sonra yəqin ki, bunu siləcəm. Yəni buradakı məlumatlar demo olaraq göstəriləcək. Əslində bunları yəni paylaşmaq düzgün deyil. Burada müəyyən API keylər falan olur. Amma mən demo kimi bir account açıb onun üzərindən göstərməyə çalışacağım tam başdan olaraq. Deməli, bizdən get started proyekt deyirik. Adını qoyaq Dynamic Admin Panel. Terms qəbul edirik. Bu da olsun deyək. AI asistant olsun deyək. Düzdür, çoxdan da mən Firebase-də proyekt yaratmıram. İndi bilmirəm son nə dəyişiklikləri var. 5-6 il bundan əvvəl yaratdığım hesabdır. Mən də yəni sıfırdan gedirəm son yəni dəyişikliklərdən sonra. Enable olsun, Analytics-da enable olsun. Configure Google Analytics olsun, bu da belə. Create project. Proyektimiz hazır oldu. Continue deyirik. Qarşımızda belə bir Gemini mənə lazım deyil, bunu bağlayaq.
Get started Wi-Fi video app. Burada web seçimdən. Görün bu bizə nə config verəcək. Burada əslində Firestore lazımdır. Davam edək webinə görə bu nə verir bizə. Seçməsək nə olur? Davam edə bilmirik. Buradan niyə davam edə bilmədik anlamadım. Birbaşa o zaman keçək Firestore'un database'ine görə keçə biləcəyik. Create database. Location. Multi-region. Regional. Multi-region yer ad. Bu daha yəqin ki, ideal olar. Next deyək. Start in production mode. In production mode. Deyək, olsun elə production mode. Firestore'umuz hazır oldu. Burada bizə sonra lazım olacaq authentication. Ona get start deyirik. Enable email password aktivləşdiririk. Artıq email passwordundan Firebase'in signing metodundan istifadə edə bilərik. Hələ ki log olunmuş user yoxdur. Bunlar da default settinglər olur. Bundan da işimiz yoxdur. Sonra burada bizə nəsə lazımdırmı? Burada storage söhbəti lazım olur. Amma çox təəssüflər olsun ki, bunu artıq anadan qaldırıblar free planda. Misal üçün, əgər biz istəsək ki, nəsə bir fayllar, şəkillər saxlayaq, o zaman biz Firebase upgrade eləməliyik. Ondan sonra bu storage database-ni istifadə edə bilərik. Ona görə hələ ki bunu upgrade eləmirik. Simple database və authentication bizə kifayət edəcək. Sonra burada bizə lazım olacaq bu rules söhbəti. İndi by default özü bir şey qoyub, buranı biz update edəcəyik. Bura kimi okeydir. İndi Firestore'un biz istifadə qaydasına baxaq. Biz burada deməli həmin o Firebase-in konfigini əldə eləməliyik. Onun üçün deməli Project Overview. Burada prosa biz bayaq ilişdik. Project Settings'dən görək. Bunlar yerində. Cloud tema bu da belə yerində. General. Okey. Buradan onda bir də cəhd edək. Web application yaradaq. Bəlkə mən bayaq bura ad yazmadım. Olsun nə? App nickname yenə qoyaq şey.
Dynamic admin panel deyək. Bayaq bura ad yazmalı. Elə bildim by default bura adı verim. Ona görə bu aktivləşmirdi. Firebase hostingə ehtiyacı yoxdur. Register app deyək. Okey, bizə lazım olan skript hazırlandı. API key. Bu hissə məncə bizə kifayətdir. Kopyalayırıq bunu. Burada da zaten aktiv qalır. Gedək kodumuza. Bunu yapışdırın bura. Bir buradan götürək, yazaq bura. API keyimizi yapışdırırıq bura. Qeyd edildiğim kimi, yəni bu demo bir hesabdır, müvəqqəti yəni. Hərə özünə account açıb oradan keylərini istifadə etməlidir. Aus domain yapışdıraq bura. Project ID əlavə edək. Storage bucket key əlavə edək. Messaging sender ID əlavə edək. Application ID əlavə edək. Measurement ID bunu da əlavə edib. Axırıncı 2 dənə optionaldır. Əsas bura qədər olan hissədir. Yəni bir də bu konfigində verdiyi məlumatlar. Bu da hələ ki bizə deyəsən real time database lazımdır bizə. Biz hələ ki onu istifadə edəmirik. Bu okeydir. Konfiglərimizi düzəltdik. Bu bir dənə extensionumuzu update edək. Konfiglərimizi düzəltdik. Next step, birbaşa indi biz layihəni run eləsək, Firebase ilə əlaqə qurandan yenə biz permission error alacaq. Ona görə bəri başdan elə onu da düzəldək. Burada mən readme'nin içində rules'un strukturunu atmışam. Həmin bunu buradan kopyalayırıq. Gedirik Firestore database'a, rules. Bu by default bunu özü verib. Default özü verib. Gəl bunu hər ehtimala saxlayaq. Çünki mən özüm də yeni gedirəm, bilmirəm. Problem olar. Okey, bunu kopyalayaq. Yapışdıraq bura. Publish edək. Okey, Firestore rulumuz okey oldu. İndi davam edək layihəmizə. Next isə storage roludur. Buna hələ ki biz ehtiyac görmürük. Çünki dediyim kimi free planla gedirik. Zaten bu storage istifadə edə bilməyəcəyik. Envimiz hazır, configimiz hazır. Bu env faylı da burada configin içində Firebase var. Burada istifadə olunur. Həmin bu konfigurasiyada Firebase-dən buradadır. Hər şey hazır. Plana uyğun olaraq indi məntiqlə işləməlidir. Void configimiz bu hələ ki elə bir məna kəsb eləmir. İrəli. Run edək layihəmizi görək başımıza nə iş gəlir. 51-73.
Aha, layihəmiz run oldu. Run olan kimi artıq first time step açılana görə mənə elə gəlir ki, əlaqə quruldu. Çünki burada belə bir məntiq yazmışam ki, əgər admin paneldə hesab qurulmayıbsa, admin account registration bir bölməsi açılsın. Konsola da baxsaq, hər hansısa bir error görmürük. Əgər problem olsaydı, burada permission erroru görəcəkdik. O zaman bir admin hesab yaradaq. Nə olsun bu? Olsun admin example.com. Amma burada real e-mail yazmaq lazımdır, e-mail adresi. Çünki Firebase'in zaten üstündə forgot password məsələsi var. Orada password itirəndə mailə göndərib bərpa eləmək olur. Əgər tam ideal variantda bura düzgün e-mail yazmaq faydalıdır. Amma mən indiki halda sadə bir prosesə göstərmək üçün example bir şey edirəm. Bura 1-2-3 yazıb create admin deyirik. Not now düzgün deyil. Düzgün deyil, zəifdir. Biraz güclü parol qoyaq. Admin user created successfully. Belə bir şey varsa artıq deməli bizdə vəziyyət yaxşıdır. Firestore-umuza gedək, baxaq görək. Aha, bizim userimiz yaranıb. User yaranıbsa burada artıq users collection-da yaranmalıdır. Yaranmış userləri bazada saxlayırıq. Artıq biz refresh eləsək səhifəni, login olduğumuzu görəcəyik dashboardda. Birbaşa sessiondan dashboarda keçid oldu. Biz indi logout edək. Logout edib artıq next step biz layihəni run edəndə birbaşa signing metodunu atacaq. Çünki bazana əlaqə qurulur və admin hesabım olduğu görünür. Registrasiyasına icazə verilmir. Həmin hesabımıza yenə daxil edirik. Passwordumuza daxil edirik. Signing bu səfər save edək. Gördüyünüz kimi admin panelimiz açıldı. Açıldı, birbaşa artıq bazana yenə əlaqə qurulur və hər hansı bir collectionımız yoxdur. Niyə collection deyirik? Adın deyək olsun books, kitablar. My favorite books. Bu ilə də önəm kəşf eləmir. Və collectionımıza filtr əlavə edək. Kitabın deməli nə olur? Title deyək, text olsun, required olsun. Autor olsun, text olsun. Bu da olsun required. Burada nə olsun başqa? Hələ ki ikisi bəs eləyər. Yaxşı, bir dənə də artıraq deyək, status olsun. Bu olsun enam. Burada da gördüyünüz kimi artıq dinamik filtr taypları verə bilirik. Bu image file dokument söhbətləri isə base plan tələb edir. Biz əgər Firebase proyektimizi upgrade eləsək, o zaman bu funksiyonlardan istifadə edə bilərik. Statusumuz enam olsun. Enamın optionları olsun. Aktiv vergünlə burada boş verib burada deməli problem əmələ gəlib. Biz vergünlə kod yaza bilmirik. Bunu böyük ehtimal style düzəldəndə korlanıb.
əlavə edirik. Kursor bizlik eləmişdi kodda, onu fiks elədi. Video dayandırıb vaxtınızı almadım. Xırda bir problem var idi set eləyəndə. Yenidən enam seçirik. Aktiv deyirik, vergül qoyuruq. Birində inaktiv. İnaktiv. Okey. Artıq create collection deyirik. Collection'ımız yarandı. Books. Və birbaşa onun krat səhifəsinə atdı. Dashboard'a qayıtsaq artıq bir collection'ımız olduğunu görürük. Hələ ki heç bir items əlavə olunmuyub və s. Bunu hətta edit edə bilərik. Fitlərini falan dəyişdirə bilərik. Misal üçün autoru silə bilərəm. Update collection deyirik. Deyirik. Artıq gördüyünüz kimi autor yoxdur. Və yaxud update edib yenidən autor əlavə edə bilərik. Hər nəsə. İndi daxil oluruq collection'a. Bura bir yeni field əlavə edək. Deyək ki, testbook. Status aktiv. Create item. Artıq testbook'umuz hazırdır. Başqa birini əlavə edək. Testbook 2. Status inaktiv və s. Create item. Bu formada əlavə olunur. Bunları yenə biz edit edə bilərik. Edited. Update'imiz işləyir. Silə bilərik. Silməyimiz işləyir. Yazıb doldururuq yenə. Bir iki dənə doldururam. Pagination işləməyini də göstərəcəm. Of 7. Bunu edək 5. 5 of 7. Artıq pagination'ımız əmələ gəldi. İkisi burada, 5'i də burada normal işləyir. Həmçinin multi-selectimiz burada var. Tək-tək seçə bilərik və yaxud hamısını seçə bilərik. Misal üçün 3'ünü seçirik. Delete, həmin 3'ü getdi. 4 item'imiz qaldı. Və burada dinamik filtrimiz əmələ gəlir. Misal üçün book title. Tərkibində book olan axtarsaq, gördüyünüz kimi bu formada işləyir. Reset etsə qayıdırıq əvvəlki vəziyyətinə. Status aktiv. Apply edirik. Axtara bilmir. Daha bir problemimiz ortaya çıxdı kursorla bağlı. Tamam, mənə elə gəlir bu contents məntiqindən axtarır. Məsəl üçün query yazsaq, bütün queryləri gətirir. Aktiv, deyəsəm aktiv bunun hamısını in yazsaq. Bu contents məntiqindən işləyir. Aktiv hamısında vardı, yəni bunu əslində improve eləmək lazımdır. Ki status enamları birbaşa dəqiq axtarsın. O hissəsinə də bir düzəliş edərəm mən onu. 11, 06. Bunlar da tərslikdən hamısı. Ayın 3-ünə deyək, ayın 3-ünə yoxdur, reset deyirik, gəlir. Bu qayda ilə filtrlərdə normal olaraq işləyir. Editi göstərdik. Update edirik, inaktiv edirik. Silmək formada işləyir. Başqa bir collection'da əlavə edə bilərik. Test field boolean olsun. Status olsun. Number olsun. Age
Array ehtiyac yoxdur bu case'də. Buradan da date olsun. Test. New item deyirik. 8, 13. Formada belə. Gördüyünüz kimi dinamik collection yarada bilirik. Onlara məlumatlar daxil edə bilirik. Məlumatların CRUD prosesini icra edə bilirik. Bu formada sadəcə Firebase tərəfdə konfigimizi düzəldib yeni bir faylımıza əlavə edirik və hər şey, bütün CRUD proseslər hazır olur. Bu qədər. Ümid edirəm faydalı oldu. İndi vaxt olduqca hər kimi təkmilləşdirməyə davam edəcəm. Təşəkkürlər, sağ olun.